2025-ci ilin ən yaxşı qorxu filmi ilə qarşınızdayım. Bu filmin ən yaxşı olmağı təbii ki, mənim şəxsi fikrimdir, amma internetdə insanların da fikirlərini gördüm ki, demək olar hamıda oxşardır. Bu ilin ən yaxşı kinosudur. Söhbət Bring Her Back filmindən gedir. Bu yaxınlıqlarda izlədim. Həqiqətən çox möhtəşəm kinodur. Kino haqqında danışmamışdan əvvəl sizə maraqlı bir fakt deyim ki, bu kino heç də qorxulu deyil. Hətta sizi qorxutmağa cəhd belə etmir. Amma bu qorxu filmində bir şey var ki, uzun zamanda heç bir qorxu filmində görmürdük və mən bunu çoxdan da axtarırdım. Maraqlı bir hekayə. Maraqlı hekayə deyəndə nəyi nəzərdə tuturam? Yəni uzun zamandır qorxu filmlərində hekayə sadəcə jump scare-ləri yerləşdirmək üçün, yəni el arasında deyirik ki, ekrandan riski nəsə çıxır, buna jump scare deyirik. Bunlar olsun deyə uydurma hekayələrdə belə deyək. O kinonu yaradanda birinci hekayəni fikirləşmirlər. O jump scare ekrandan nəsə çıxmağı fikirləşirlər. Sonra deyirlər ki, hə indi nəsə hekayə lazımdır ki, bu adam bura gəlsin, oradan nəsə çıxsın. Ona görə hekayələr çox maraqsız olur. Heç bir mənası da olmurdu hekayələrin. Bu filmin isə çox maraqlı hekayəsi var. Yəni qorxu filmi olmasa belə öz ayaq üstə dura biləcəyi bir hekayəsi var. Yaxşı, bəs nədir bu filmin mövzusu? Deyəcəklərim sadəcə filmin başlanğıc hissəsidir. Yəni spoilerlardan qorxmayın. Bu videonu izlədikdən sonra belə rahatlıqla filmi izləyə bilərsiniz. Sizin film zövqünüzü öldürməyəcək. Film bacı və qardaşın ataları öldükdən sonra yetim qalmaları ilə başlayır. Yaşları az olduğu üçün də onları bir qadının himayəsinə verirlər, amma ilk görüşdən görünür ki, bu qadında nəsə anormallıq var. Məsələn, ölmüş itini kukla kimi doldurub saxlayıb və s. Özü bəs deyilmiş kimi bir də evdə bir uşaq var, yəni manyak bir uşaq. Gah pişik yeməyə çalışır, gah özünü ora-bura çırpır və əsla danışmır. Bu arada filmin içində bir səhnə var ki, indiyə kimi heç bir kinoda, heç bir filmdə, heç bir seriyada, mişarda belə məni belə narahat eləyən bir səhnə görməmişdim. Onu bura təbii ki, qoymayacağam. Amma günlərlə ağlımdan çıxmadı. Bunu tam səmimi deyirəm ki, hələ də bax fikirləşəndə tüklərim biz-biz olur. Yəni dəhşət bir səhnə idi konkret. Hər nəsə oğlan görür ki, ev konkret dəlixanadır. Bir neçə ay sonra da 18 yaşı olacağı üçün bacısını da himayəsinə götürüb çıxıb gedəcəkdi. Bu qadın da bu plandan xəbərdar olur deyə başlayır oğlanı dəli kimi göstərməyə. Nə bilim, hər axşam şalvarına sidik tökür ki, güya oğlan hər axşam altın edib, yatdığı yerdə bacısına vurub atır oğlanın üstünə. Konkret oğlanı dəli eləməyə çalışır. Həm də bu yolla oğlana himayədarlıq verilməyi qarşısını alır. Bundan sonra çox şey deyə bilmirəm, çünki artıq əsas spoiler hissəyə keçməyə başlayır. Bu dediklərimdən sonra təxmini evin daxili haqqında fikirləriniz yarandı. Amma bu əsas qorxu hissəsinə keçməmişəm belə. Əsas olan şeylər demək olar heç birini deməmişəm. Amma daha çoxunu da deyə bilmirəm, çünki spoilera girir. Amma indi də hiss elədim ki, nəsə az qaldı. Ona görə kiçik bir şey deyim ki, evin paranormallığı haqqında da nəsə demiş olum. Deməli bir dəfə iş elə gətirir ki, böyük qardaş bu evdəki uşağı evdən çıxarmalı olur. Lakin ev bir növ lənət altındadır. Evin ətrafında bir dairə çəkilib və uşağı o dairədən çıxaran kimi sanki üstünə qaynar su tökürsən. Elə bu andaca evdəki qadın gəlir və uşağı tələm-tələsik dairənin içinə, yəni evin içinə geri qaytarır. Evə qaytarandan sonra uşaq özünə gələndə isə məlum olur ki, bu heç onun uşağı belə deyil. Həmin uşağın bədəninə bir lənət edib və uşaq bir növ şeytanın kontrol altındadır. Məncə kino haqqında təxmini fikrinizin yaranması üçün kifayət qədər məlumat verdim. Ağlınızda bəzi suallar yaranıbsa, cavabları sadəcə kinoya baxaraq tapa bilərsiniz. Əgər bu videodan sonra gedib bu filmi izləyəcək olan varsa, gəlib fikirlərini bölüşərsə çox sevinərəm və təbii ki, ümid edirəm ki, kinonu çox sevərsiniz. Bu videodan bu qədər. Başqa videolarda görüşmək üzrə. Hələlik.